Salam Chevrolet sürənlərə vaxtınız xeyir olsun. Bugünkü kimi maşının yağını dəyişmək istəyirəm. Gedirik yenə hara? Rəşad ustamızın yanına. Həm yağı dəyişək. Maşın belki də 3 aydır yanına getməlidir. Gedib bir dəfə baxsın görək başqa nələri dəyişilməlidir, nələr əvəz olunmalıdır. Təxminən amma bilirəm nələri dəyişəcəm. Onları da çəkib sizə göstərəcəm bir-birlər. Belə, getdik. Ünvandakı uşaqlar Babəkdədir. Uşaqlar, Rəşad ustamızın yeri Babək maşın bazarından gələndə Aspetrol solda qalır. Şassi mağazalar şəbəkəsi var da. Burada çatmamış. Burada MB Motors var. Göstərəcəm sizə. Belə gəlirsiniz. Burada MB Motors yazısı var. Burada bir dənə plakat var, demək istəyirsən, BMW znakı. Buradan bir dənə döndünüz sağa. Premium avtosalonundan içəri girdiniz. Bir də görək, nə var, nə yox. İşlər gedir. Plus işit alıb kimsə. İş gedir yenə. Kuruzlarımız yenə gəliblər. Hal-hazırda kollektor dəyişilib maşında. O bir maşın nədir? Nə? Bunda da üst qulaq dəyişir, tranik dəyişir. Digər maşında da tok itirmə problemi var. Ama inşallah həll edəcəklər. İşlər gedir şükür Allah. Maşınımızın yine qışlar göydədir. Süleyman müəllim sağ olsun. Maşının diskləri əyirlik var. Diskin əyirliğini düzəltdirəcəyik maşın bazarında. Sağ olsun qardaşlar. Həll edəcək. Sizdə qardaş servis 059'da. Ha qardaşım. Servis 059'da sizdə. Servis 059'da gəlmişik. Burada həll edəcəyik bütün işləri, sağ olsunlar. Bundan sonra Razvala gedəcəm. Razvalın yerində göstərəcəm sizə. Ən yaxşı Razval hardadır maşın bazarında. O biləni demirəm pis amma, yəni sırf bütün dost, tanış, nə qədər adam gedib, elə onun yanına gedirlər. Maşın təzə maşın alanda da, eləyəndə də, maşında problem olanda onun yanına gedib həll edirlər hamısını. Burada işimizi həll edəndən sonra da gedəcəyik Rəşad ustanın yanına. Hal-hazırda özü də gördünüz, Rəşad ustanın yanında maşın çoxdur ya. Ona görə vaxt itirmək istəmədim. Özü dedi ki, get işləri və həll elə. Sonra gəl bəri. Yağı sonra. Yağını dəyişəcəm. Ümumi texniki bir dənə baxış. Daha sonra nə işlə məşğul olacaq? Vanusu dəyişəcək. Görürəm yağ buraxır. Axır ki 6 ildən sonra vanusu dəyişirəm. Başqa bir nə olsa yenə dəyişəcəm də. Maşın olsun ideal. Çünki maşın sağ olsun bizi heç bir zaman yolda qoymuyor. Ürəyimiz istəyən yerə də bizi sağ-salamat da aparıb çatdırıb. Yəni narahat olmamışam da bu maşındakı ay nəsə başqalar kimi hava istilənir, yay gəlir. Neyinir, mən şey eləyim. Nədir onun adı? Maşın qaynadar, yola çıxmayayım. Ay kişi, siz maşın alırsınız, quruş qalmışsınız. Ucuza qaçmayın. Ustamızın yanında bir yoldaşla söhbət edirəm. Deyirəm, alana nə qədər xərclısınız? Deyir, 1 ilə 2000. Dedim, neçəyə almışdın? Deyir, ucuz almışdım. Və sona görə bilirdim də bu qədər çıxacaq. Dedim, yəni heç də, maşını günahlandırmaq lazım deyil. Ona görə ucuza qaçıb, ucuz maşın almayın. Çalışın həmişə normal maşın alın. Təzə distəklər qoymuşam uşaqlar, nətərdir? Xoşunuz gəldi. Qəşəng durub ha, stoykada. Saat kəlləmaya Allah edirdi. Sovet raketi de deyirlər. Disklər hazır. Bir dənə təzə təkər aldım, qoydum üstünə. Sonra uşaqlar, bu da həll olundu. Disklər demək bir təkərimiz əyilmişdi. 3 dənə diskdə
əyri idi, onları düzəltdik. Balans elətdirdik hamısını. Sürüm baxım görün necədir. Sürüm. Heç ona fikir vermədim. Bir dənə sürüm baxım. Görək, yenə maşında dala qabaq oynama söhbəti var. Rahat. İçəridə şey eləmsən, kalyaska kimi yerlətmir. Rahatçılıq. Bundan da işimiz həll oldu. Getdi o birisi. Deməli uşaqlar, kimsə də normal razval axtarsa, maşının təkərlərini də razval etdirmək. Gəlirsiniz maşın bazarında. 8-ci kilometr maşın bazarında. Bazarın axırında belə bir yer var. Gəlirsiniz bura, burada bir dənə gözəl qardaş var. Namiq müəllim. Uşaqlar, maşın bazarında da kim normal razval axtarsa, razval ustası. Kim normal razval ustası axtarsa, uşaqlar, maşın bazarında Namiq usta var. Məmməs də buradadır. Mənim yaxın ətrafım çünki maşın alır və yaxud dostlarının maşını var. Bura yönləndirdik, gəlirlər maşını burada normal razvala salırlar. Maşında nə bilim sağa dartmağa, sola getməyə belə şey yoxdur. Maşın düz gedir, istiqamətdə gedir. Yəni işlərdə, gördüyümüz işlərdə idealdır. Getməmişdən əvvəl də əlaqə saxlayın. Sonra gedin rahat işlərimizi gördürün. Yağı dəyişirik. Vanusları dəyişəcəyik. Yağ axıtma problemi var. Onları həll edirəm. Ondan da yekunlaşıram. Nakkatkaya da baxdı ki, ehtiyac yox nakkatkaları dəyişməyə. Dedi hələ bir 10.000 də süt geçsin. Kim belə ustada əmciyər? Başqası olsa deyər ki, dava git dəyişək pulumu alın. Elə ustalara ağır olsun.